Yine o bağ olaydı. Yine yığışarak siz o bağa keçəydiniz. Biz de muradımızca fələkdən kam alaydıq. Sizə qonşu olaydıq. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham yazaydın səhər axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə, söylə ürəyincəmi? Bu misralar ölmə yox, həyata yazılmışdı. Bir şairin ən saf arzularının, sevgisinin və gələcəyə olan ümidinin ən coşqun ifadəsi idi. O sevmək, sevilmək, yazmaq, yaratmaq və öz xalqının içində azad yaşamaq istəyirdi. Xalqına, elinə, obasına bağlı bir şair çox keçmədən xalq düşməni adlandırıldı. Öz həmkarlarının yazdığı saxta ifadələr və amansız repressiya onu cəmi 29 yaşında həyata göz yummağa məcbur etdi. Bəs onun əsl günahı nə idi? Onu ölmə aparan kimlər oldu? Niyə onun əleyhinə ifadə vermək üçün növbəyə düzülürdülər? Və niyə bu günə qədər böyük şairin məzarının yeri dəqiq bilinmir? 1929-cu il Bakı, indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsi. Zalda ölkənin tanınmış sənət adamları, partiya nümayəndələri və yüzlərlə tamaşaçı əyləşmişdi. Səhnədə isə tarın artıq bu xalqa lazım olmadığı söylənilirdi. Milli musiqi, köhnəliyin qalığı, keçmişin aləti elan olunurdu. Oxuma tar, səni sevmir proletar deyə SSR cəlladlarına xoş gedən ifadələr və şeirlər səsləndirilirdi. Zalda ağır bir sükut hökm sürürdü. Heç kim ayağa qalxmağa cəsarət etmirdi. Birdən bir gənc şair yerindən qalxdı. O, heç nəyə baxmadan uca bir səslə oxumağa başladı. Oxu tar, səni kim unudar? Salon donub qalmışdı. Hər misra sanki tarın deyil, xalqın boğulan səsi idi. Hər bənd səhnədən deyil, əsarət altına alınmaq istənilən milli ruhun dərinliklərindən gəlirdi. Alqışlayanlar da oldu, qorxusundan susanlar da. Bəlkə elə həmin gün o öz ölüm hökmünü imzaladı. Tar susmadı, amma o susturuldu. Tarixin elə səhnələri var ki, onları vərəqləyərkən insanı ən çox sarsıdan düşmənin amansızlığı deyil, öz içimizdən çıxan xəyanətdir. 1937-ci il Sovet repressiyasının ən qanlı dövrü, minlərlə günahsız insan kimi Azərbaycan poeziyasının parlaq siması Mikayıl Müşfiq də bu amansız maşının qurbanına çevrildi.
Ancaq onu ölümə aparan yol təkcə NKVD-nin istintaq otaqlarından keçmirdi. O yol həm də qələm adamlarının yazdığı danslardan, Yazıçılar İttifaqında səslənən ittihamlardan və vicdanını qorxuya dəyişən insanların susqunluğundan keçirdi. Arxiv materiallarında göstərilir ki, Müşfiqin əleyhinə Azərbaycan Yazıçılar İttifaqının 26 üzvü ifadə verib. İstintaq materiallarında hətta belə bir ifadə yer alır. Rus zabiti qeyd edir ki, onlar Müşfiqin əleyhinə ifadə vermək üçün növbəyə düzülürdülər. Maraqlıdır ki, həmin şəxslərin əksəriyyəti adlarının gizli saxlanılmasını xahiş edirdi. Çünki yaxşı bilirdilər ki, yazdıqları ifadə bir insanın ölüm hökmünə çevriləcək. Dövrün qəzetlərində Müşfiq xalq düşməni, Pantürk, əks-inqilabçı, Sovet quruluşunun düşməni kimi təqdim edilir. Onun əleyhinə ard-arda məqalələr dərc olunurdu. Bu kampaniyada bəzi tanınmış qələm sahibləri də iştirak edirdi. Yazılarında Müşfiqi asıq şəkildə hədəfə alır, onu ittiham edirdilər. Kimisi bunu qorxudan edirdi. Kimisi özünü xilas etmək üçün, kimisi isə vəzifə, mənzil və nüfuz qazanmaq ümidi ilə. Araşdırmalarda diqqət çəkən məqamlardan biri də budur ki, istintaqçılardan biri sonradan etiraf edirdi. Müşfiqin günahını sübut edən fakt yox idi. Amma onun əleyhinə o qədər ifadə toplanmışdı ki, artıq hökm əvvəlcədən verilmişdi. Halbuki Müşfiq özü də eyni seçim qarşısında qalmışdı. Ondan böyük şair Hüseyn Cavidin əleyhinə yazı yazması tələb olundu. Cavabı isə tarixə çevrilən bir cümlə oldu. Mənim sağ əlim Cavidin əleyhinə yazı yazsa, sol əlimlə onu baltalayaram. 1937-ci ilin iyununda Mikayıl Müşfiq həbs edildi. Mikayıl Müşfiqin həbsindən sonra başlayan istintaq sadəcə sorğu-sual deyildi. O, insan iradəsini qırmaq üçün hazırlanmış amansız işgəncə sisteminin içinə salınmışdı. Müşfiq günlərlə fiziki və mənəvi işgəncələrə məruz qalırdı. İttihamları qəbul etmədikcə döyülür, müxtəlif üsullarla sındırılmağa çalışılırdı. Şairin əl və ayaq dırnaqlarının kəlbətinlə çıxarıldığı, qurşağa qədər su ilə dolu, içərisində savullar olan kamerada saxlanıldığı, ayaqyalın halda şüşə qırıntılarının üzərində yeriməyə məcbur edildiyi iddia edilirdi. Hətta ona bu işgəncəni verənlər arasında tanınmış Azərbaycanlı qadın da var idi. Aylarla davam edən bu əzablardan sonra 1938-ci il yanvarın 5-də SSR Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının iclası keçirildi. Cəmi 20 dəqiqə davam edən məhkəmə prosesində əvvəlcədən hazırlanmış hökm oxundu. Müşfiq Antisovet təşkilatının üzvü elan edildi və ən ağır cəzaya, güllələnməyə məhkum olundu. Hökm elə həmin gecə icra edildi. Gecə yarısından sonra kameradan çıxarıldı. Bir neçə dəqiqə sonra açılan tək güllə Azərbaycan poeziyasının ən parlaq qələmlərindən birinin əbədi susturdu. Mikayıl Müşfiq öldürüldü. Amma onun yazdığı şeirləri, azadlıq ruhunu və həqiqəti isə öldürmək mümkün olmadı. Bugün də onun taleyi təkcə bir şairin faciəsi deyil, bütöv bir xalqın yaddaşında repressiyasının ən ağırlı simvollarından biri kimi yaşayır. Şairin ölümündən sonra onun dəfn yeri ilə bağlı saysız-hesabsız fərziyyələr ortaya çıxdı. Bəzi mənbələr onun Bayıl qəbristanlığında adsız məzarda torpağa tapşırıldığını iddia edir. Başqa bir versiyaya görə cənazəsi Nargin adasına aparılıb. Hətta ən dəhşətlisi onun diri-diri tikilməkdə olan binanın divarına hörüldüyünü deyir. Lakin bu iddiaların heç biri bu günə qədər etibarlı arxiv sənədləri və ya elmi araşdırmalarla təsdiqini tapmayıb. Aparılan DNT analizləri də Müşfiqə aid olduğu ehtimal edən qalıqların ona məxsus olmadığını göstərib. Bu səbəbdən Mikayıl Müşfiqin məzarı hələ də Azərbaycan tarixinin ən böyük müəmmalarından biri olaraq qara pərdələr arxasında
gizlənir. 1956-cı ildə SSR Ali Məhkəməsi Mikayıl Müşfiqə tam bəraət verdi. Amma bu bəraət nə onun həyatını geri qaytardı, nə də vicdanını satanların tarixdə qoyduğu qara ləkəni silə bildi. Mikayıl Müşfiqin faciəsi bizə bir həqiqəti xatırladır. Bəzən insanı güllədən əvvəl böhtan öldürür. Repressiya yalnız silahla həyata keçirilmirdi. O qorxaq imzalarla, saxta ifadələrlə, vicdanını susturan insanların qələmi ilə həyata keçirilirdi. Qara pərdələrin arxasında gizlənən ən dəhşətli həqiqətlərdən biri də məhz budur. Bu da qara gələn günlərdən biri. O gecə sustu, oxumadı tar. Hələ də dünyanı gəzib dolaşır, o gündən Müşfiqi aparan qatar. Bu da qara gələn günlərdən biri. Bu xalqın taleyi, bu qara baxtı. Bir qara çörəyə, bir qara pula, özümüz Müşfiqi satdıq o vaxtı. Özümüz Müşfiqi satdıq.